Esselamu Aleyküm ve Rahmetullah değerli izleyicilerimiz. Akşam önce hava karalıbdır. Qəşəng bir dənə evimiz var satışda. Qazmada rayondan uzaqdır, bəli uzaqdır. Təsərrüfat sevənlər üçün ev ideal vəziyyətdə. Qiymət də təcili və axşam satıldığı üçün çox aşağı verilir qardaşlar. Bir dənə evin hasabını göstər. Bax, göstər. Tez göstər qardaş, bax. Deməli 50 sot torpağı var. 50 sot super vəziyyətdə qardaş. Həyəti göstər. Həyətin dekorasiyasına bax qardaş. Fırra. Ay, evin öndən görüntüsü. Evin içi o kadar idealdir, görəndə deyəcəksiniz ki, necə olur ki, bu qiymətə bu ev satılır? Çünki biz əl yanı satırıq, gəl qardaş. Deməli, həyətdə belə bir bax göstər, damı da var. Deməli, təsərrüfat üçün toyuqcuya, mal, qara, əhdə, fil, hər şey baxmaq üçün burada güzel şərait var. Bax, suyuna qədər qardaş. Ay, sağ ol. Buranı belə göstər. İstədiniz hər bir şey burada baxa bilərsiniz qardaşlar. Super vəziyyətdə. Gəl qardaş, gəl. Termoları göstərirəm. Tələsmə olan. Həyətdə sanitar qovşağı var. Ən əsası edək bağa. Bax, ideal. Fərzilə bağda özləri çıxaran təbii artizan suyu var. Öz həyətlərə fərzi artizan suyu çıxır. Su boldur yəni ki. Bir də amma evin içini gözləyir. Xahiş edirəm, videonu yığdırmayın da, qabağa atmayın. Qiymətdən nə xəbəriniz olsun. Evdə görə bilərsiniz. Gəl qardaş. Bax. Təxmini olaraq 60 dənə fındıq ağacları da var. O çınarlara qədər gedir qardaş. Gəl. Sənə buranı gözlə, burnun keçməsin. Gəl. Bax qardaş, bax, tərəfini çəkirik. Qiyməti deyəcəm, evin içini göstərəndən sonra qiymət deyəcəm. Evin içində 50-60 tane otaq var. Super təmirli. Gəl qardaş, bax. Mən artistana gibi gedəcəm. Orada çınarlar görsənir, bax, çınarlar. Düz çınarlara qədərdir. 50 sot torpaqla çox ucuza, indi deyəcək, əxi buranın 100 zat deyəcək, 100 min zat deyil, 95-90 da deyil, 80 da deyil, aşağı olacaq. Gəl qardaş, bax. Qəşəng. Həyətində qəşəng artdan suyu, bax, təbii. Baxın qardaş. Buna qəşəng qoyun quzu baxa bilərsiniz. Çox gözəl ot gəlir. Bismillah, bax qardaş. Neçəsə 100 metr dənizdən çıxan sudur, bax, bismillah. Elhamdülillah, bir dənə belə fırra qardaş getdik. Ayəsə, opşu, fırra. Getdiğin evin içine qardaş. Bir dənə onu pauza ver. Deməli qardaşlar, baxın, kral kimi oturursunuz, maşallah. Biraz evimdən kuru gələ, bax, dekorasiyanı göstər. Super vəziyyətdə. Fəzələ evin tabanı 2 qatdır yəni. Çoli fonuna qədər olur, sıqlavat döşəndir. Yerə bax qardaş, fırra. Qiymətdə realıq olsa qardaşınız qəşəng endirim eləyəcək. Qəşəng, yəni belə qəşəng demədən başqa formaları yox. Şirin və baba. Birinci başlayaq buradan qardaş, bax. Bu bir. Bizə lazımdır navigator. Çünki niyə? Aza bilərək otaq bol qardaş. Fırra. Evdə müəyyən əşyaların qalma ehtimalı da %80%dir. Bax, super. De qardaş. Bu yana otağı da göstərək qardaşım. Sonra keçərək buna. Bax. Bu. Digər otaqdır qardaş. Maşallah. Həm təsərrüfatla məşğul ola biləcəksən, həm evə gidin, bir qəpik qoymaq lazımdır. Super təmirli evdir qardaş. Gəl zəhmət olmasa gəl. Bax, keçək digər otaqlara. Yəni, görürüz bundan sonra da yoxdur görsünlər qardaş. Ay sağ ol, gəl buraya qardaş, bax. Burada yəni əlavə otaq. Otağı reski fırra qardaş, maşallah. Bax. Çox gözəl, çox qəşəng. Oradan çox, öyle adama istilik gəlir, oradan isti oldu, ben bu qavun yemiş. Gəl qardaş, bax. Bir dənə burada. Bax qardaş, bax, super. Ən çox, xanımlarımızın ən çox sevdiyi yerləri bilirsinizmi? Deyə göstərəcəm. Əsas xanımlar onu gözləyir məndən. Nədir? Mətbəxə də baxaq, qiyməti deyəcəm mən sizə inşallah. Gəl qardaş. Gəlin, baxın. Bismillah. Deyə göstər qardaş, bax. Kuru gələ, buradan bura kuru gələ, bax. Fırra. Ay, sağ ol. Deməli, qardaşlar, çayda qaynayır. Buranın qiyməti 75 bin deyil, 74 bin deyil, 73 bin deyil, 70 də deyil, 68 də deyil, 67 də deyil, 66 da deyil, 65 bin manat. Belə bir ev varsa meydan oxuyur. Biri mənə desin ki, qardaş, məndə belə ev var, ondan idealdır, bu qiymətə verirəm, ola bilməz. Normal 50-60 tane otaq olan ev, 50 sot torpaqdan bir yerə tam qupçal, tam sənədli, suyundan, internetdə hər bir şey sənədlərinə qədər mövcuddur. Amma bunu qeyd eləməksən, məndən xahiş edirəm, soruşmuyorum. Rayondan uzaqdır, rayondan bura gələndə özdən yeyib içmək götürsən, yolda acarsan deyə, nə bilet alsan,
Yəni aralıdır qardaş, heç kim mənə mərkəzdən azad söhbət eləməsin. Təxmini 20 dəqiqəlik məsafə var. Amma bura gəldin elə bir şəhərdə kimisən. Niyə görə? Çünki ev doğrudan da çox qəşəngdir, hündürdür, superdir. Səhvdə nömrəmiz qeyd olunub, yaza və yazdan gedə bilərsiniz. Əssəlamu aleykum və rəhmətullah.